Xoş gəldin. Yorulmamısan? Bu istidə çöldə işləmək asan deyil. Allah sənə qüvvət versin. Xoş gördük xanım. Allah razı olsun. Zəhmətsiz ruzi olmaz ki. Amma bugün bağda elə bir bərəkət var idi ki, heç yorulmamışam. Atacan, quyudan sənin üçün təzə su çəkmişəm. Sərindir, iç. Əlhəmdülillah. Çox sağ ol mənim ağıllı qızım. Susamış insana su vermək gözəl ədəbdir. İmamın karvanı bizim kəndin yaxınlığında çadır qurub. Karvanda uşaqlar və qadınlar var. Yoldan gəliblər, yəqin ki yorğun və susuzdular. Onlara bu xurmalardan su və süd aparmaq istəyirəm. Mən də təzə bişirdiyim çörəklərdən qoyum. İstəsən Xadicəni də özünlə apar. Nəsibi olsa imamı görər. Atacan, nə olar? Apar da məni də. Yaxşı qızım, hazırlaşaq, tez yola çıxaq. Yaxşı ata, mən xurmaları öz əllərimlə paylayacağam. Görəsən xanım Zeynəbi də görə bilərəm. Atacan, olar o balaca qızın yanına gedib onunla oynayım? Ged oyna qızım. Bu xurmaları da apar, birlikdə yeyərsiniz. Salam, xoş gəlmisən. Adın nədir? Xədicə, bəs sən kimsən? Mən Rüqəyyəyəm. Gəl, birlikdə oynayaq. Sizə kəndimizdən təzə xurma gətirmişik. Atam dedi ki, yoldan gəlmisiniz, sizə güc verər. Götür. Çox təşəkkür edirəm. Allah ruzinizi artırsın. Atam deyir ki, insanların sizə olan ehtiyacları Allahın bizə bəxş etdiyi nemətlərdəndir. Bu nemətlərdən bezməyin. Əks halda həmin nemətlər əlinizdən çıxar və başqalarına nəsib olar. Siz çox uzaqdan gəlirsiniz? Biz Məkkədən gəlirik. Küfəyə tərəf gedirik. Yolumuz uzundur, amma mən atamın yanında olanda heç yorulmuram. Çünki biz ondan hər an yeni bir şey öyrənirik. Sən də mənə öyrədə bilərsən? Atam bizə öyrədib ki, Allah bəndələri yalnız onu tanısınlar deyə yaratdı. Onu tanıdıqdan sonra ona ibadət edərlər. Ona ibadət etdikdə isə başqa hər kəsə ibadət etməkdən ehtiyacsız olarlar. Həm də atam deyir ki, heç vaxt yalan danışmayaq. Heç kəsə zülm etməyək, hətta qarışqaya belə. Bir-birimizə qarşı mehriban olaq və insanlara xidmət edək. O çox yaxşı insandır. Mən də çalışacağam, imamın dediyi kimi olum. Həm də o biz uşaqları çox sevir. Qız uşaqlarına xüsusi məhəbbətlə davranır. Bəs Küfəyə nəyə görə gedirsiniz? Orada nə var ki? Atam dünyanı xilas etmək üçün ora gedir. Deməli, sənin atan dünyanı xilas edən bir qəhrəmandır? Hə, elədir. Xədicə! Xidmətinizdə yağacan. Bu sənin olsun. Baxanda məni xatırlayarsan. Çox sağ ol. Salam əleykum ağacan. Salam mənim əziz qızım. Allah səni və atanı qorusun. Gedin, sağ salamat. Çox sağ ol ya Əba Əbdillah. Gedək qızım. Ata, mən imamın qızı ilə dost oldum. Bax, gör mənə nə hədiyyə verir. Düş qızım. Atla. Xoş gəldiniz. Necə keçdi? İmamı görə bildiniz? Xoş gördük xanım. Hə, əlbəttə. Hə ana, bax, qızı Rüqəyyə mənə bunu verdi. Biz onunla dost olduq. Anacan, onlar elə mehriban idilər. Daha qızımız hər şeyi danışdı. Gəlin keçin içəri. Yoldan gəlmisiniz.
Siz keçin, mən də gəlirəm. İmamın səfərinin məqsədini öyrənə bildin? Danışa bildin ağamızla? Bizə əmri nədir? Küfə cəmaatı məktub yazıb imamı dəvət eləyiblər ki, onlara rəhbərlik eləsin. İmam inşallah sağ-salamat Küfəyə çatsa, atası Əlinin ədalətli hakimiyyətini quracaq. İnşallah. İnşallah. Mənim gözəl qızım bugün çox yoruldu anası. İndi gedib yatsın, sübh namazına dura bilsin. Ah, yaman yorulmuşam. Gedim yatım. Gecəniz xeyrə qalsın. Xanım Rüqəyyəni görəndə Xədicə neynədi? Çox sevindi yəqin ki, hə? Hə, bir görsəydin hədiyyəni ona verəndə necə sevinirdi. Onlar tez dostlaşdılar. Dinin yaşaması imama bağlıdır. Zəhrə balasının yanında bizi fikirləşmə. Gözün arxada qalmasın. Allah bizi əhl-i beytdən ayrı salmasın. Ha? Ata! Ana! 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 Ata! Ana! Atam ana harasa gedib? Ata gedib.